Sonra hansı ədədləri yaza bilərik? Bəli, sonra hansı ədədləri yaza bilərik? Sonra Neçənin üstünü toplasam 3 eləyə bilərəm. Birlə 2'ni toplasam 3 alıram mı? Bəli. 1 ilə 2'ni toplasam 3 alıram, bəli. Sonra hansı ədədləri toplasam 3 alıram? İndi 2 ilə 1'i Əla. toplayalım. Bəli, 2 ilə 1'i də toplasam ədəd ailəsinin ala bilərəm 3'ünü. Sonra gəldik indi 4'ün ədəd ailəsinin hissələrinə baxaq. Görək 4 hansı hissələrdən ibarətdir? Buranın rəqəmini dəyişdirirəm, 4 edirəm, mövzunu artıq anladın sən tam formada. Bura 4'ü yazdım. Buyur. Ədəd ailəsinin hansı hissələri var 4'də? Mənim 0, 4. Super, sən. Sonra? İndi 4, 0. Əla. 3, 1. Əla. 1, 3. Mükəmməl, sən? Biri qalıb. Neçə ilə neçəni toplasam 4 eləyə bilər? Diqqətlə düşün. 2, 2. Əlasan. 2, 2. Əlasan. 5'in də tərkib hissələrini yazaq. Ondan sonra sənə sərbəstlik verəcəm. Biraz da göz məşq eləyərik. Aha. Gəldik 5'in ədəd ailəsinə. Buyur. 5'in hansı ədəd ailəsi? 0, 5. 0, 5. Əla. Sonra? 5, 0. 4, 4, 1. Əlasan. 1, 4. Əla. 2, 3. Supersən. 3, 2. 3, 2. Möhtəşəm. Bunu ki, mövzu olaraq tamamladın. Bundan sonra sən ədəd ailəsində heç bir formada çətinlik çəkməyəcəksən. Möhtəşəmsən.